Salamlar hər kəsə. Bu videoda Instagramda sual-cavab bölməsinə yazdığınız psixoloji sualları ətraflı şəkildə cavablandıracağam. Bura keçməzdən öncə isə videomu ilk dəfədir rastlaşan insanlar üçün qısaca özümü təqdim eləmək istəyirəm. Mən Aynur Həsənzadə, klinik psixoloq və psixoterapevtəm. Bundan əlavə olaraq isə neuroelm sahəsində də ixtisaslaşmışam. Instagramda yazdığınız bütün sualları notlar şəklində qeyd eləmişəm və sırayla indi hər birisini cavablandıracağam. Cavablandırarkən çalışacağım ki, bir çox aspektdən siz sualınızın arxasında dayanan mexanizmləri anlayasınız və bəzi suallar üçün də həll yolları təklif eləməyə çalışmışam. Və düşünürəm ki, başlaya bilərik elə ilk sualına. Sualı əvvəlcə oxuyacağam. Xanım yazır, sərt mizaca görə adi deyilən sözün belə sərt görünməsi. Bunu necə aradan qaldıra bilərik? Yəqin ki, bunu soruşursunuz. Ümumiyyətlə, mən bu sualda bunu anlamaq istəyərdim. Siz dediyiniz sözlərin sərt kimi göründüyünü hardan anlayırsınız? Tam olaraq necə anlayırsınız? Bunu sizə konkret olaraq ifadə edən insanlar varmı? Sən çox sərt danışırsan və bunlar bizim xətrimizə dəyir deyən bir neçə fərqli insan görmüsünüzmü? Yaxud da çox sərt bir mizacınız olduğunu sizə söyləyən real insanlar, buna yəni bu fikrinizə real bir sübutlarınız varmı? Öncə bunu aydınlaşdırmaq istəyərdim. Məsələ burasındadır. Bəzən biz adi tonda nələrsə deyə bilərik, amma qarşı tərəf çox həssas ola bilər, yaxud da bunu sərtlik kimi qavraya bilər. Yaxud da biz əgər daim hərəkətlərimizə görə tənqid edildiyimiz, günahlandırıldığımız ailələrdə böyümüşüksə, özümüzü müdafiə elədiyimiz adi bir cümləni belə bəlkə də uşaqlıqda çox tənqid eləyirdilər. Sus, danışma, fikrini demə, səsini çıxarma, yaxud da bunu desən ayıb olar, bunu desən insanlar səndən inciyər şəklində əgər reaksiyalar görürdüksə, bugün özümüzü müdafiə eləmək üçün dediyimiz bir çox sözü sərt qavranılır kimi başa düşə bilərik. Yəni bəlkə də reallıqda əslində dediyiniz şeylər haqlı özünüzü ifadə elədiyiniz ifadələr ola bilər. Sadəcə sizə elə gələ bilər ki, başqaları bunu sərtlik kimi qavrayır. Yəni belə ola bilər ki, bəlkə də heç insanlar mənim nitqimlə bağlı sərt olduğumu düşünmürlər, bunu sərt qavramırlar. Amma mən özümü ifadə elədikdən sonra günahkarlığa düşürəm ki, bəlkə də çox sərt oldu, bəlkə də bu qədər sərhəd qoymaq lazım deyildi. Çünki bu cür davrandığım zaman uşaqlıqda həmişə tənqid edilmişəm, günahlandırılmışam ya da bu cür özümü müdafiə eləməyimin, hisslərimi göstərməyimin qarşısı alınıbdı. Burada ikinci ssenariyə gəlsək isə, əgər həqiqətən də biriləri sizə bunu bildirirsə ki, çox sərt danışırsan, insanları qırıcı şəkildə danışırsan və bunu artıq bir neçə nəfərdən eşitmisiniz və bunu düzəltmək istəyirsinizsə, burada da təbii ki, tonumuz, nitqimiz, səsimizin tonu üzərinə biraz bəlkə diqqət eləmək və çalışmaq önəmli ola bilər. Bunun üçün nitqinizdə müəyyən yumuşaldıcı cümlələrdən istifadə edə bilərsiniz. Səs tonunuz üzərində biraz diqqət edib çalışa bilərsiniz. Təbii ki, əgər bunu dəyişdirmək istəyirsinizsə. Lakin yenə də dediyim kimi burada diqqət eləmək lazımdır ki, həqiqətənmi mən sərtəm? Həqiqətənmi mən kobud, sərt, insanları qıracaq tonda ifadələr işlədirəm? Yoxsa mən sadəcə özümü ifadə eləyirəm, öz sərhədlərimi qoruyuram, özümü bəzi nöqtələrdə müdafiə eləyirəm. Və buna görə daxilimdə dərhal bir günahkarlıq, daxili tənqid baş qaldırır ki, sanki mən insanları qırıram. Çünki daim mənə bu şəkildə öyrədilib, bu şəkildə yeridilib ki, sanki özünü müdafiə eləmək, birilərinə sərhəd qoymaq qırıcılıqdır, sərt olmaqdır. Növbəti suala keçirəm. Mükəmməliyyətçiliyi necə azaltmaq olar, əgər beynin səsi heç dayanmırsa, heç susmursa? Biz ümumiyyətlə mükəmməliyyətçiliyi adətən ən yaxşısını etmək istəyi, ən yaxşı performans göstərmə istəyi kimi başa düşürük. Sanki detalların, hər bütün xırdalıqların mükəmməl olması arzusu kimi başa düşə bilirik. Lakin mükəmməliyyətçiliyin altında yatan şey çox zaman əslində bu gözləntilərdən çox bir qorxudur. Özünüzə bu sualı verə bilərsiniz ilk növbədə ki, əgər bir şeylər mükəmməl olmasa, nəyin baş verə bilmə ehtimalı məni qorxudur? Biriləri tərəfindən bəlkə tənqid olunmaq, bəlkə elədiyim işin yetərsiz görülməsi, bəlkə kifayət qədər sevilməmək, görünür olmamaq. Tam olaraq nədir sizcə sizi orada qorxudan və narahat eləyən şey ki, bu qorxu baş verməsin deyə siz hər şeyi mükəmməl eləməyə çalışırsınız. Yəni zehniniz burada sanki hər hansı bir detalda bir qüsurun, bir nöqsanın olmasını, nəsə bir əksikliyin olmasını bütünlükdə bir təhlükə kimi, bir təhdid kimi qavrayır. Bax, bu təhdid və təhlükə sizin üçün tam olaraq nədir? Bunu tapdığınız
və bu yaranız üzərinə, bu düşüncəniz, bu qorxunuz üzərinə işlədiyiniz zaman mükəmməlliyətçilik də zaten aradan qalxmış olur. Çünki mükəmməlliyətçilik əslində bizim bir müdafiə mexanizmimiz, sanki taxdığımız bir maskadır bu qorxu ilə üzləşməmək üçün. Bunun da kökü yenə erkən uşaqlıq təcrübələrimizə dayana bilir, hansı ki, əgər biz sevgini daim şərtli formada, yəni yalnız yaxşı olduğumuzda, ağıllı olduğumuzda, hər şeyi yaxşı etdiyimizdə alırdıqsa, bunun əksinə, əgər hansısa bir xırda səhvimizdə belə çox güclü tənqid olunurduqsa, səhv etməyə bizə uşaqlıqda icazə verilmirdisə və bu səhvlərimizə görə ciddi şəkildə tənqid olunur, cəzalandırılırdıqsa, bu istər ailədə ola bilər, istər məktəb mühitində ola bilər. Biz bir şəkildə öyrənirik ki, sanki qüsursuz olmaq bərabərdə təhlükəsizlik. Qüsursuz olsam seviləcəm, qüsursuz olsam dəyərliyəm. Ən xırda bir səhv etmə ehtimalı isə bizim üçün artıq bir təhlükə kimi görünür. Və dolayısıyla biz də mükəmməlliyətçilik gözləntisi içərisində oluruq özümüzdən, amma adətən bu gözlənti bizi çox yaxşı bir nəticəyə aparmır. Əksinə, mükəmməlliyətçilik gözləntisi, hər şeyin mükəmməl olmasını gözləmək bizdə xroniki stres, tükənmişlik, daimi ertələmə kimi problemlərə səbəb ola bilir. Bu səbəbdən də mənim tövsiyəm öncə mükəmməlliyətçiliyin altında yatan, sanki o pərdəni qaldırsam, altında tam olaraq nəyi görəcəm, hansı problemi görəcəm? Öncə o problemi görmək, onun üzərinə işləmək, öz dəyərimizi sağlam dayaq üzərinə formalaşdırmaq önəmli olacaqdır. Bundan sonrasında isə sırf mükəmməlliyətçilik üzərinə konkret davranışçı addımlar tətbiq edə bilərsiniz. Məsələn, hansısa bir işi məqsədli şəkildə 80% yaxşı olacaq şəkildə görmək və təqdim eləmək, özünüzü nəticəyə yox, prosesə görə dəyərləndirmək, yaxud da kiçik səhvlər eləməyə, mini səhvlər eləməyə özünüzə icazə vermək və ən əsası bütün bunları eləyərkən də özünüzlə daxildə şəfqətli bir iç səslə danışmaq, bu problemin üstəsindən gəlməkdə faydalı bir digər texnikalar olacaqdır. Növbəti sual yenə bənzər bir sualdır. Uğurlu biri olsaq da adi bir səhvdə öz dəyərimizin sorğulamasını necə aşa bilərik? Əslində bayaq dediyim səbəblərin hər birisi bu suala da aiddir. Əgər biz öz dəyərimizi sadəcə nailiyyətlər, uğurlar üzərindən müəyyən eləyiriksə, yəni nə qədər uğurluyamsa, o qədər dəyərliyəm məntiqi ilə irəliləyiriksə, nəticədə ən xırda bir səhv, ən xırda bir uğursuzluq belə bizim üçün tətikləyici ola bilər. Və bunun əksinə biz öz dəyərimizi uğura, nailiyyətə görə müəyyənləşdirdiyimizdə belə bir məntiq yarana bilər ki, o zaman uğurlu olun və dəyərli hiss edin. Lakin bu təəssüf ki, belə baş vermir. Çünki biz nə qədər uğurlu olsaq da, zehin hər zaman daha yüksək bir standart, daha yüksək bir hədəf qoyur. Və mən çatdığım uğuru, əldə elədiyim nailiyyəti avtomatik şəkildə, həmin nailiyyəti əldə edər etməz dəyərsizləşdirirəm və daha sonrasında daha yüksək bir standarta doğru irəliləməyə başlayıram. Və bu da uzun müddətdə özümüzü təbii ki, heç vaxt tam anlamıyla dəyərli hiss edə bilməməyimizə gətirir, çıxarır. Buradakı uğurumuzu minimallaşdırmanın səbəbi isə beynimizin yenə həmin o təhlükə axtarışında olmasıdır. Hansı ki, beyin düşünür ki, mən heç bir səhv eləməməliyəm, heç bir uğursuzluq olmamalıdır. Ona görə 100 dənə yaxşı hadisə içərisindən, uğurumuz içərisindən, yaxud da bu uğurdakı 100 dənə müsbət keyfiyyətimiz içərisindən bir dənə mənfiyə fokuslanır. Dolayısıyla biz hər zaman ən yaxşı gözləntisində oluruq və ən yaxşı anlayışı da mücərrəd bir anlayış olduğu üçün sanki çatılmaz bir hədəfdir. Yəni yoxdur elə bir nöqtə ki, mən gedib o nöqtəyə çatdığımda, bunu əldə elədiyimdə həqiqətən də özümü real olaraq dəyərli, yetərli bir insan kimi görəcəm. Buna görə də etməli olduğumuz şey yenə az öncə mükəmməlliyətçilik sualı ilə bağlı verdiyim cavabları orada tətbiq eləmək. Yəni yetərsiz olmağa da, səhv eləməyə də, uğursuz olmağa da bəzən özümüzə icazə vermək və bunun da nəticəsində özümüzlə şəfqətli tonda danışmaq, özümüzü daxildən tənqid eləmədən, günahlandırmadan, cəzalandırmadan danışa bilmək. Bu önəmli olacaq. Bundan əlavə olaraq uğur və özünə dəyər anlayışlarını bir-birindən ayırmaq, hansı ki, uğur hansısa bir işdə, hansısa bir fəaliyyətimdədir. Yəni mən maşın sürməkdə uğurluyam, mən çıxış eləməkdə uğurluyam, mən
yaxşı bir mühasib kimi çalışıram və burada uğurluyam. Amma bu işlərdə uğurlu olmaq məni dəyərli, sevilən insan etmir. Dəyərli və sevilən olmaq mənim insani keyfiyyətlərim və xüsusiyyətlərimdir. Eləcə də tam əksinə hansısa bir işdəki xırda bir uğursuzluğum da məni dəyərsiz və sevilməyən insan etmir. Bununla da uğur və dəyərsizlik, dəyər anlayışlarını bir-birindən ayırmaq və hər gün üçün bacardığımız, nail olduğumuz şeyləri görə bilmək, bunları qiymətləndirə bilmək önəmli olacaqdır. Bir digər sual, Azərbaycan universitet sistemlərinin haqsızlığı psixoloji cəhətdən çox yorur, deyib bir izləyicimiz. Ola bilər. Bu istər universitet sistemində, istər yaşadığınız ailədə, evdə, ətrafınızda, dost mühitində, çevrənizdə, sosial mühitlərinizdə, yaxud da olduğunuz iş yerində bəzən insanlar sizin ədalət gözləntilərinizə, sizin dəyərlərinizə uyğun davranmaya bilərlər. Sizin onlardan davranmasını gözlədiyiniz şəkildə davranmaya bilərlər. Öncəliklə içimizdəki bu tələbdən bəlkə də vaz keçmək, bax bu psixoloji yorğunluq dediyiniz şeyi aradan qaldırmağa kömək eləyəcək. Çünki mən psixoloji olaraq yoruluram o zaman ki, içimdə daim bir tələb var ki, bax bu professorlar, bu müəllimlər daha ədalətli davranmalıdırlar. Uşaqlar tutaq ki, haqsızlığa göz yummamalıdırlar. Kimi bu malı-məlilər, qaydalar, tələblər içinizdə nə qədər çoxdursa, haqsızlıqla qarşılaşdığınız anda da əsəbləşməyiniz, qəzəblənməyiniz, tükənməyiniz də bir o qədər artacaq. Birinci olaraq içimizdəki bu gözləntini aradan qaldırmalıyıq. Deyə bilərsiniz ki, o zaman biz ədalətsizliklə razılaşmalıyıqmı? Bunu qəbullanıbmı yaşamalıyıq? Xeyr. Məsələ öz dəyərlərimizdən uzaq, dəyərlərimizi göz ardı edərək yaşamaq deyil. Məsələ içimizdəki bu tələbi biraz kənara qoymaq və bu tələbi biraz daha yumşaldaraq bir istək, bir arzu kimi özümüzə təqdim eləməkdir. Yəni, mən insanların ədalətli davranmasını istəyirəm, arzu eləyirəm, ədalətsizlik gördüyüm zaman məyus oluram. Bax, bu başqa bir ifadə və inancdır. İnsanlar mütləq ədalətli olmalıdırlar kimi bir tələb mövqeyindən yanaşmaq isə daha fərqlidir. Nə vaxt ki, biz içimizdə tələb mövqeyindən yanaşırıq, o zaman qəzəbimizin, məyusluğumuzun intensivliyi də o qədər yüksək olur. Amma nə vaxt ki, mən bir arzu, bir istək kimi yanaşıram buna ki, insanların təbii ki, ədalətli davranmasını istəyirəm, amma davranmırlarsa da bu məni məyus eləyir. Bunun üçün nələrsə eləyə bilərəmmi ona baxıram, amma dəyişdirə bilməyəcəyim şeylər olduğunu görürəm və qəbullanıram. Bax, bu yanaşma artıq emosiyalarımızı daha az şiddətlə yaşaya bilməyimizə, o psixoloji yorğunluğu yaşamamağımıza kömək eləyəcək. Ədalətsizlik mühitində təbii ki, əlimizdən nəsə gəlirsə, kimisə yaxud da ən əsasda özümüzü müdafiə eləyə biləriksə, bu müdafiəni eləməyimiz önəmli olacaq. Amma bir nöqtədə də əlimizdən gələnlərin də sərhəddini bilməli, dünyanın da bəzi reallıqlarını dəyişdirə bilməyəcəyimiz, kontrol edə bilməyəcəyimiz şeylər olduğunu da qəbullanmalı. Bu o demək deyil ki, bu ədalətsizliklərlə içimizdə razılaşmalıyıq. Sadəcə qəbullanmalıyıq ki, bu sistemdə ədalətsizlik eləyən insanlar da olacaq, vicdansızlıq eləyən insanlar da olacaq və biz bütün bu insanların hər birisinin davranışlarını kontrol edib dəyişdirə bilmərik. Əlimizdən gələn qədər, bu mövzuda da həssaslıqsa xüsusilə, əlimizdən gələn qədər nələrsə eləməyə, səsimizi çıxarmağa, yaxud da birilərinə dəstək olmağa çalışmalı, lakin kontrolumuzun xaricində olan şeyləri də görməli və müəyyən qədər qəbullanmalıyıq. Çünki bütün insanları, bütün var olan dünyanın ədalət sistemini düzəltmək çox təəssüf ki, bizim əlimizdə deyil. Biz sadəcə müəyyən qədər özümüzü, başqalarını müdafiə eləyə bilər, əlimdən nə gələr? Bu vəziyyət qarşısında sualının cavabını tapa bilərik. Çünki bunu eləməmək və daim özünüzü başqa insanların davranışına, ədalətsizliklərinə, vicdansızlıqlarına görə tükətməyin özü də öz psixoloji sağlamlığınıza elədiyiniz bir ədalətsizlik olacaqdır. Növbəti sualımız bu şəkildədir. 10 saat işləyən partnyordan diqqət ala bilməmək narahat edir. Məntiq olaraq anlayıram, hiss olaraq yox. Əslində mən deyərdim ki, bəlkə siz məntiq olaraq da tam olaraq bu vəziyyəti anlayıb, daxildə buna bir məna verə bilmirsiniz, həqiqi bir məna verə bilmirsiniz. Siz sadəcə bu vəziyyəti daxildə daha rahat qəbullanmaq üçün bəlkə də özünüzə bu sözləri deyirsiniz ki, başa düşürəm, işləyir, başı qarışıq olur, yorğun olur. Amma içinizdə mən olsaydım vaxt ayıra bilərdim
deyən bir tərəfiniz də baş qaldırır. Buna görə də zaten emosional olaraq siz bu vəziyyətlə barışa bilmirsiniz. Çünki əgər həqiqətən məntiqi olaraq siz bunu anlasaydınız və sizin üçün bu sağlam, normal bir davranış olsaydı, o zaman emosional olaraq da bu sizi narahat eləməyə bu qədər davam eləməzdi. Burada məsələ qarşı tərəfin davranışının doğruluğunu və yaxud da yanlışlığını, o istəsə yazar mıydı, əlaqə saxlayar mıydı, bunları müzakirə eləmək deyil. Əsas olan və sizin də dönüb baxmalı olduğunuz şey öz daxilinizdir. Mən bu münasibətdə bu qədər sevgini görürəmsə və bu əgər davamlı olaraq belə təkrarlanırsa, yəni hər gün bizim dialoqumuz bu qədər məhdud şəkildə olursa, o zaman dönüb özünüzə sual verməyiniz önəmlidir ki, bəs mən bu münasibətdə bu qədər qayğı, bu qədər diqqətlə kifayətlənə bilirəmmi? Yoxsa bu mənim üçün müəyyən bir nöqtədə yetərsiz qalan bir diqqət və qayğı səviyyəsidirmi? Yəni əgər mən istəyirəmsə bu insan mənə daha çox vaxt, diqqət ayırsın, qayğı versin və içdən içə onun kapasitəsi daxilində olan davranışları məni təmin eləmirsə, öncə bunu özümüzə açıq etiraf eləməyimiz lazımdır. Bundan sonraki mərhələdə isə artıq bunu partnyorla daha açıq bir şəkildə ifadə eləmək, danışmaq, mütləq günahlandırmayan bir tonla sadəcə öz ehtiyaclarınızı ifadə eləyərək bunu partnyora çatdırmaq önəmli olacaqdır. Çünki bu nöqtədə məsələ o partnyorun 10 saat işləməsi deyil, onun davranışlarının sizin diqqət və qayğı anlayışınızla üst-üstə düşməməsidir. Buna görə də sizdə ona haqq qazandırmağa çalışan içinizdə bir tərəf də var. Amma bir tərəfdən də daxildə dolmayan bir emosional boşluq var və bu emosional boşluğa görə də bəzən hətta fərdlər özlərini günahlandıra bilirlər, sanki çox istəyirmiş kimi hiss edə bilirlər. Amma məsələ tam olaraq nəyə layiq olduğunuzu, nəyi istədiyinizi özünüzə açıq şəkildə etiraf eləmək və bundan sonra bu ehtiyaclarınızı qarşı tərəflə də sağlam şəkildə bölüşmək olacaqdır. Çünki bəzən partnyorlarımız biz ifadə eləmədən bizim də nəyə ehtiyacımız olduğunu, nəyin bizi narahat elədiyini də tam olaraq anlamaya bilərlər. Özümüzü ifadə elədikdən sonra isə bizə həqiqətən real şəkildə dəyər, diqqət, qayğı verən və bunu daha da çox verməyə könüllü olan bir partnyor öz davranışlarını müəyyən qədər dəyişdirməyə könüllü olacaqdır. Növbəti sual bu şəkildədir. Münasibətdə güvən qazanmaq üçün nə etməliyik ki, münasibətimiz normala düşsün? Mən bu sualı iki aspektdən anlayıram və iki aspektdən də elə buna cavab verəcəm. Birinci növbədə münasibətdə güvən qazanmaq anlayışına gəlin baxaq. Bu güvən niyə itmişdi? Həqiqətən bu güvənin itirməyinizə səbəb müəyyən bir davranışlar olubmu? Məsələn, güvən qırıcı, yalan və s. kimi, nələrsə gizlətmək kimi müəyyən bir davranışlar olubsa, qarşı tərəfi təbii ki, burada anlamağımız birinci növbədə önəmlidir. Çünki biz içdən içə özümüzə artıq mən dəyişmişəm, əvvəlki kimi deyiləm desək belə, qarşı tərəf bir dəfə güvəni qırıldıqdan sonra hələ də izləmə, müşahidə və təhlükə rejimində qala bilir. Buna görə də bu güvəni yenidən bərpa etmək üçün qarşı tərəfə qarşı şəffaf olmaq, onun hisslərini, narahatlıqlarını dinləmək önəmli olacaqdır. Çünki qarşı tərəf güvənə bilmək üçün yenidən stabillik, əminlik istəyir. Bizim də bu stabillik və əminliyi ona ötürə bilməyimiz önəmli olacaq. Bu sualı anladığım ikinci bir aspekti isə münasibətdə görəsən heç bir güvən qırıcı davranış olmadanmı qarşı tərəf davamlı olaraq güvənsizlik eləyir və siz də bir şəkildə bu güvənsizlik aradan qalxsın, daha rahat olasınız deyəmi güvən bərpa eləmək istəyirsiniz? Əgər münasibətinizdə davamlı sorğu-sual, əsassız şübhələr, daim ittihamlara məruz qalmaq, qarşı tərəfin sizi kontrol eləmək üçün davamlı telefon zəngləri, kontrol davranışlarını hiss eləyirsinizsə, daim hiss eləyirsinizsə ki, mən bu münasibətdə sanki davamlı olaraq özümü sübut eləmək məcburiyyətindəyəm. Burada artıq qarşı tərəfin davranışları üzərinə biraz düşünməyə ehtiyac ola bilər. Ola bilsin ki, qarşı tərəfin özünün təşvişli bağlanma stili, insanlara yetəri qədər etibar eləyə bilməməsi, insanların davamlı olaraq nəsə bir xəyanət, yalan, yaxud da hörmətsizlik gözləmə inancları onun münasibətlərdə yetəri qədər güvənli bağ qura bilməməsini gətirib çıxara bilər. Və bu nöqtədə siz nə qədər çox özünüzü sübut eləməyə çalışsanız qarşı tərəfdə bir o qədər təşviş fərqli mövzulardan ortaya çıxa bilər. Və bu artıq sanki obsessiv bir döngüyə dönüşür. O tətiklənir,
təşvişi yaranır, şübhələnir, siz ona əminlik verirsiniz, təsdiq verirsiniz, onun bir müddət təşvişi azalır, amma yenə başqa bir situasiyada təşviş tetiklənir və siz daim sanki bu insanı təsdiq eləməli, ona özünü güvəndə hiss elətdirməli, özünüzü sübut eləməlisiniz ki, onun tətiklənməsi keçsin, azalsın. Yəni dolayısıyla bu qarşı tərəfin öz gətirdiyi travmaların, bağlanma stilinin bir nəticəsi ola bilər və bu cür münasibətlərdə artıq sağlam bir güvən dinamikasından çox obsessiv bir döngü yaranır. Və belə bir döngüdə də siz sanki daim tətikdə olursunuz ki, birdən məni səhv başa düşər, birdən inanmaz, birdən şübhələnər, birdən yanlış anlaşılma olar aramızda və siz sanki daim qarşı tərəfin reaksiyasını kontrolda saxlamaq üçün nələrsə eləməyə çalışırsınız. Bu isə uzun müddətdə çox tükəndirici ola bilir. Qarşı tərəfin keçmişdən gətirdiyi travmalarını, narahatlıqlarını, bağlanma stillərini müəyyən bir nöqtəyə qədər anlamaq olar və sağlam, güvənli münasibətlərdə də bir çoxumuzun bəzən bağlanma stillərimiz yenidən formalaşa bilir. Təbii ki, biz bunu özümüz də istədiyimiz halda. Lakin qarşı tərəfin bu travmalarını, bağlanma stillərini davamlı müalicə eləmək artıq bu bizim məsuliyyətimiz deyil. Və siz bu münasibətdə biraz çalışın, özünüzə də diqqət eləyin ki, mən bu güvənsizlik mühitinin içərisində bəs özümü necə hiss eləyirəm? Davamlı olaraq özümü sübut eləyən pozisiyada olmaq bəs mənə necə hiss elətdirir? Biraz buna da baxmağa fayda var. Və son olaraq da bu cür münasibətlərdə sizin bu davranışlardan dolayı necə hiss elədiyinizi qarşı tərəfə ifadə eləmək və əgər bu davranışlar sizdə mənfi təsirlərə səbəb olursa, bu təsirlərlə bağlı və qarşı tərəfin gözləntilərinizlə bağlı açıq şəkildə dialoq qurmaq, onun da bu davranışları üzərində işləməsini xahiş eləmək ən sağlam bir variant olacaqdır. Yəni hisslərimizlə bağlı yenə də bir öncəki sualda olduğu kimi açıq ünsiyyət qurmağımız önəmli olacaqdır. Və növbəti sualımız, salam, mən yeni ailə qurmuşam, qaynana qaynata ilə qalıram, istər-istəməz çəkinirəm, acıram, yemək yemirəm, çəkinmələr olur, təzə evliyik, bu düzdürmü? Belə bir sualımız gəlibdir. Birinci növbədə bilməlisiniz ki, bu tamamilə normaldır. Çünki siz yeni ailə qurmusunuz. Birinci olaraq hələ siz yeni bir kimliyə öyrəşməyə çalışırsınız. Subay kimliyindən ailəli, evli kimliyinə keçmisiniz. Beyniniz hələ yeni kimliyə öyrəşir və siz öz evinizdən çıxıb başqa bir insanlarla artıq yaşamağa başlayırsınız. Yəni öz komfort zonanızı tərk edib tam yeni bir reallığa uyğunlaşmağa başlayırsınız və buna görə də bu adaptasiya prosesində beyninizin biraz çətinlik yaşaması kifayət qədər normaldır. Və insan yeni, hələ öyrəşmədiyi mühitdə öz davranışlarını daha çox analiz eləməyə meyilli olur. Görəsən necə görünürəm, görəsən səhv bir şey elədimmi, görəsən məni yanlış anladılarmı? Çünki siz bu insanlarla hələ tam olaraq tanış deyilsiniz. Siz böyük ehtimalla öz həyat yoldaşınızla daha yaxın münasibətdəsiniz, onu ən yaxın tanıyırsınız, amma siz evlilikdən sonra görünür ki, onun ailə üzvləri ilə də birgə yaşamaq durumunda qalmısınız. Biz öz sevgilimizi, həyat yoldaşımızı tanısaq belə, onunla bir evdə necə yaşayacağımızı az çox təxmin eləsək belə, onun valideynləri, ailə üzvləri bizə tamamilə yaddılar. Biz onlarla evlilikdən öncə vaxt keçirmirik, vaxt keçirsək belə çox bu məhdud vaxtlar olur. Dolayısıyla onlara hələ tam öyrəşə bilməməyiniz çox normaldır. Lakin bu periodda, adaptasiya periodunda çalışın ki, siz də çox çəkingən, özünüzü geri çəkən, gizlədən şəkildə davranmayasınız. Çünki bu adaptasiya prosesini biraz da uzada bilər. İlk aylarda adaptasiya biraz çətin keçə bilər, zaman ala bilər, amma bu aylar ərzində çalışın ki, özünüzü ifadə eləyəsiniz, onlar haqqında daha çox məlumatlar əldə eləməyə çalışasınız. Hər gün xırda, kiçik də olsa bir söhbətlərə qatılasınız. Bu insanlarla qısa da olsa keyfiyyətli vaxt keçirməyə çalışasınız. Zaten getdikcə, zaman keçdikcə zehniniz artıq bu evə də, bu mühitə də, bu insanlara da alışmağa başlayacaqdır. Və ən əsası da bu period ərzində də özünüzə qarşı anlayışlı olmaq, özünüzlə də sağlam dialoq içərisində olmağı davam elətdirmək də önəmlidir. Digər bir sualımız var. Bəzən ağlamaq istəyi gəlir, amma səbəbsiz, bilmirəm niyə. Məndə tez-tez olur, ona görə oturub ağlayıram, içimi yığmıram. Məncə düz edirəm, bastırmıram, amma sonra niyə ağladığımın səbəbini bilirəm. Çünki kiçik bir şeydən tez qəzəblənən, inciyən birisiyəm.
Baxın, əslində bu sualın içərisində siz cavabı da özünüz əslində ifadə eləmisiniz. Bəli, ağlama istəyi gəldiyi zaman ağlamaq, bunu bastırmamaq çox önəmlidir. Yəni hisslərimizin boşalmasına icazə vermək. Lakin tez-tez ağlamaqlarınızın səbəbi məhz elə burada da qeyd elədiyiniz kimi incidiyiniz, qəzəbləndiyiniz səbəblərdir. Yəni ağlamaq əslində buradakı duyğularınızla baş etmə şəklinizdir. Dolayısıyla bunlar səbəbsiz ağlamalar deyil, burada yaşadığınız duyğuların nəticəsində verdiyiniz reaksiyadır. Əgər biz incikliyimizi, qəzəbimizi ilk etapda görməyi bacarmırıqsa və bu duyğularla belə deyək, necə mübarizə aparacağımızı bilmiriksə, sağlam mübarizə yollarını, strategiyalarını tanımırıqsa, o zaman bütün bunlar içimizdə yığılır, dolur və biz bunu nəhayət ağlamaq şəklində üzə çıxarırıq. Yəni ağlayaraq sinir sistemi bütün bu bastırılmış duyğuları əslində tənzimləməyə çalışır. Bu problemə sahib olan hər kəs bu videoda şuurlu fərqindəliklə bağlı canlı yayın videosuna keçid eləyə bilər. Yuxarılara bir yerə yerləşdirəcəm və həmin videoda mən bu barədə ətraflı danışmışam. Duyğularımızı necə görmək, necə tanımaq, onların yaranma səbəblərini necə anlamaq və bu duyğularla necə sağlam şəkildə mübarizə aparmaq, bunlar barəsində öyrənə bilərsiniz. Orada bir çox texnikalar da vermişəm. Buna əlavə olaraq da bax bu cür emosiyalarımız yığılıb içimizdə qalmasın deyə sizlərə hazırladığım bir texnika var idi. Ruhun ehtiyacı adlı meditasiya videosundan həmin texnikanı da tapıb dinləyə bilərsiniz. Yığılmış emosiyalarınızı bu texnikada həm anlaya bilərsiniz rəhbərli şəkildə, həm də onlarla sağlam bir şəkildə mübarizə metodunu da öyrənmiş olacaqsınız. Növbəti sualımız, mən istəyirəm meditasiyalar eləyim, sonra atdığınız texnikaları etmək istəyirəm, videolarınıza baxıram, amma edə bilmirəm. Məsələ budur ki, ertələyirəm, sonra edərəm deyirəm, amma beləcə yığılır, qalır. Bunun üçün nə edə bilərik deyə soruşmusunuz. Gəlin baxaq. İstəyirəm meditasiyalar eləyim, texnikalar eləyim demişsiniz. Amma burada birinci baxmalı olduğumuz şey budur. Mən bu texnikaları, bu meditasiyaları niyə eləmək istəyirəm? Əgər beynimizdə net bir hədəf yoxdursa, net bir istək yoxdursa, beyin sadəcə nələrsə eləmək xatirinə eləmir. Yəni enerjimizi, resursumuzu qorumağa çalışır. Birinci, sizin hədəfiniz net olmalıdır ki, mən ümumiyyətlə bu texnikalarla, meditasiyalarla nəyi əldə eləmək istəyirəm və nəyi özümdə dəyişdirmək istəyirəm. Deyək ki, mənim hədəfim özünə inamı artırmaqdır. Amma mən bu hədəfi netləşdirmədiyim zaman mən özünə inamla bağlı da texnikanı qayd eləyirəm. Digər tərəfdən emosiyalarla bağlı texnikanı da yükləyirəm. Bütün texnikaların hamısını bir-birinə qarışdırıram. Çünki zehnimdə net bir hədəf yoxdur. Amma istədiyim şey təkcə özünə inam üzərinə çalışmaqdır. Birinci, bu hədəfi netləşdirdikdən sonra artıq bizim üçün daha rahat olur ki, hə, mən özünə inamımı artırmaq istəyirəm və önümüzdəki 2 ayda sırf buna fokuslanacağım və 10 dənə texnikanın içindən özünə inama aid olan hansıdırsa sırf onu götürəcəm və onunla çalışacağım. Bu çox önəmlidir. Çünki hədəf qeyri-müəyyən olanda, ümumiyyətlə bir hədəf olmayanda beynimiz də bizi sanki ekonom rejimdə saxlayır və bu davranışların heç birisini yerinə yetirmir. Və bundan əlavə olaraq da bəlkə siz deyə bilərsiniz ki, elə mən bu texnikaların hər birisini özümə hədəf qoyuram, bütün bu mövzularda özümdə işləmək istəyirəm. Bu zamanda müəyyən bir sıralama eləməyimiz də daha sağlam olacaq. İlk növbədə mən özümdə nəyi işləyəcəm, nə qədər müddət ərzində işləyəcəm. Yəni həm bir müddət qoymaq, həm bir ölçü qoymaq, bir sıralama yaratmaq. Yəni hədəfi konkretləşdirmək də önəmli olacaq. Əks halda sizin əlinizdə 20 dənə texnika var, 500 dənə baxacağınız video var və bu o qədər çox görünür ki, beyin bundan qorxur ki, birdən-birə mən sanki çox yükləndim və bu yüklənməni də aradan qaldırmaq üçün ümumiyyətlə heç bir hədəfi yerinə yetirmir. Bu səbəbdən də hədəflərdə konkret, net olmaq və hədəfləri minimal addımlarla həyata keçirmək də önəmli olacaqdır. Növbəti bir sualımız, hər şey yolunda kimi görünsə də sanki nəsə çatışmır, bir boşluq var içimdə, axtarıram, səbəbini tapa bilmirəm. Adətən boşluq hissi bizim uzun müddət öz emosiyalarımızla kontaktı keçməməyimiz səbəbindən yarana bilir. Biz əgər davamlı olaraq arxa planda problemləri, qorxuları, narahatlıqları, çözülməmiş problemləri, tetikləyiciləri bastırırıqsa, xalının altına süpürürüksə, bir nöqtədən sonra beyin özünü qorumaq üçün tamamilə donma rejiminə, heç nəyi hiss etməmə rejiminə keçə bilir ki, biz də bunu adətən
boşluq hissi kimi təcrübə eləyə bilirik. Amma bu sual biraz da çox fərdi və hələ dərin qatlarla açılmalı bir sualdır. Mən əslində tövsiyə eləyərəm ki, fərdi terapiyaya yazılasınız və biz ətraflı aydınlaşdıraq, görək bu boşluq əslində hardan kök alır. Lakin bunu özünüzdə terapiyaya qədər aydınlaşdırmaq üçün ən azından bunu müşahidə eləyə bilərsiniz. Bu boşluq hissi hansı məqamlarda yaranır? 7-24 mü məndəndir, yoxsa konkret hansısa bir anlarda mı tətiklənir, hansısa bir anlarda mı mən daha çox boşluq, aid hiss eləyə bilməmək, tənhalıq kimi duyğular yaşayıram? Bu tetikləyiciləri tanımaq, bu duyğunun hansı anlarda üzə çıxdığını görmək bizə bu duyğunun hardan kök aldığını, hansı səbəbdən yarandığını anlamaqda da kömək eləyəcəkdir. Lakin dediyim kimi, bunun arxa planında hansı problemlərin, hansı emosiyaların yatdığını anlamaq üçün biraz daha fərdi suallar verməyə, daha ətraflı dəyərləndirməyə ehtiyac yarana bilər. Bir diğer sualımız, bəzi mövzularda həyatımın iplərini öz əlimə almaq qorxudur. Məntiq olaraq anlasam da emosional olaraq çətin gəlir. Bu çox təbiidir. Xüsusilə biz həyata yeni-yeni atılırıqsa, yeni-yeni yetkinləşiriksə, bu cür narahatlıqlar yaşamağımız çox təbiidir. Çünki öyrəşdiyimiz bir komfort zonası var və biz indi öz inkişaflarımızı, bacarıqlarımızı genişləndirərək o komfort zonasından çıxmağa doğru irəliləyirik. Və bu nöqtədə də məntiq olaraq artıq böyümüşəm, edə bilərəm. Bunları bilsək də emosional olaraq o komfort zonasını öyrəşdiyimiz üçün buradan çıxmaq biraz qorxuducu, təşviş verici görünə bilər. Çünki burada avtomatik özümüzdən şübhələr, düşüncələr baş qaldırır ki, ya bacarmasam, ya səhv eləsəm, birdən uğursuz olsam, birdən başqaları məni tənqid eləsə. Xüsusilə də uşaqlıqda yenə səhv eləyəndə tənqid edildiyimiz, yaxud da qınanıldığımız, günahlandırıldığımız ailələrdə böyümüşüksə, bizdən daim ən yaxşısı olmağımız gözlənilibsə, bu cür düşüncələrimizin bizi tətikləmə ehtimalı da daha yüksək olur. Yaxud da daim əgər kontrol edildiyimiz, bütün davranışlarımızın nəzarətdə olduğu ailələrdə böyümüşüksə, səhv etmə lüksümüz yox imiş kimi hiss eləyə bilirik. Yaxud da səhv etsək, bununla mübarizə aparacaq gücümüzün olmadığına inana bilirik. Buna görə də bu dediyiniz məsələni daha kiçik addımlarla etmək, yəni kiçik addımlarda öz həyatınızın iplərini öz əlinizə almaq, hansı ki sizə çox böyük təşviş verməyəcək, daha xırda addımlardır. Öz seçimlərinizə daha çox yer atmaq və ən əsası da səhv etməyə özünüzə icazə verməkdir. Bu nöqtədə də yenə daxili şəfqətli iç səsimizi işə salmaq önəmli olacaqdır ki, mən həyata yeni-yeni atılıram, öz qabığımdan yeni-yeni çıxıram və bu qabığımdan çıxarkən də səhvlər də eləyə bilərəm, yanıla da bilərəm, düz qərar verməyə də bilərəm və bunların hər birisi tam təbii və insani reaksiyalardır. Növbəti sualımız, sevgi həyatımızı necə sıxıntıdan çıxarmalı, üzərimizdə necə işləməliyik? Açığı bu suala cavab vermək mənim üçün biraz çətindir. Çünki sevgi həyatınızdakı sıxıntı dedikdə mən sizin tam olaraq nədən bəhs elədiyinizi anlamaqda biraz çətinlik çəkirəm. Çünki hər kəsin sevgidə sıxıntı dediyi şey bir-birindən tamamilə fərqli ola bilər. Kimin üçünsə bu güvənsizlik olur, kimin üçünsə emosional uzaqlıq ola bilər. Kimlərsə eyni döngüdə təkrar-təkrar yaşamaq kimi bunu təcrübə eləyə bilərlər, düzgün insan seçə bilməmək kimi təcrübə eləyə bilərlər. Burada bir çox səbəblər ola bilər. Bu səbəbdən də bu biraz fərdi yanaşma tələb eləyən bir sualdır açığı. Dolayısıyla burada həll də hər kəs üçün fərdi olacaqdır. Bəziləri üçün daha yaxşı ünsiyyət bacarıqlarını inkişaf etdirmək, bəziləri üçün bağlanma stilləri üzərində çalışmaq, travmalarını anlamaq və s. Daha ətraflı şəkildə dəyərləndirməyə yazıla bilərsiniz. Biz bunu aydınlaşdıra bilərik birlikdə. Növbəti sualımız, övladım olacaq, ən böyük qorxum onu qəliblərə salmaq, özü olmağına icazə verməməkdir, yazır izləyicimiz. Bu qorxu çox əslində anlaşılır bir qorxudur. Çünki biz bəzən özümüz qəliblər içərisində böyüyürüksə, ailədən, sosial çevrəmizdən o qəliblərlə artıq yetişiriksə, özümüzü o qəliblərə sığdırmağa məcbur hiss ediriksə, övladımızı da bu şəkildə bir vəziyyətləri təcrübə eləməsini istəməmək çox təbiidir. Çünki biz adətən övladlarımızı öz qorxularımızın arxasından, öz qorxularımızın pəncərəsindən görürük ki, o da mənim yaşadıklarımı yaşamasın, mənim elədiyim səhvləri eləməsin. Lakin burada övladımızın biz olmadığını anlamaq da çox önəmlidir. Dolayısıyla
bir valideyn olaraq təbii ki, bütün bunların hər birisinə nəzarət eləmək, bütün bunların hər birisini balansda saxlamaq biraz çətin ola bilir. Lakin period ərzində, proses ərzində övladımızı tanıyaraq, ona nələrin yaxşı hiss etdirdiyini, nələrin pis hiss etdirdiyini görərək, müşahidə eləyərək xırda qərarlar vermək, övladımızın hissləri üzərindən qərarlar vermək daha sağlam olacaqdır. Bunun üçün hələ indidən çox tezdir ki, mən hansı davranışları göstərim ki, övladıma ən yaxşı valideyn olum sualının tək bir cavabı yoxdur. Çünki sizin 5 övladınız olsa, 5-inin xarakteri xüsusiyyəti bir-birindən fərqli olacaq, 5-inə yanaşmanız da fərqli olmalıdır. Dolayısıyla siz hələ indiki prosesdən həzz almağa, indiki prosesi, anı yaşamağa çalışın. İndi övladınız üçün əlinizdən gələnin ən yaxşısını eləməyə çalışın və daha sonrasında övladınız get-gedə böyüdükcə siz onu kəşf eləyərək, ona suallar verərək, onun necə hiss etdiyini, nələr olmasını istədiyini eşidərək, müşahidə eləyərək ona daha yaxşı köməklik eləyə biləcəksiniz. Və bu videonun sonuncu sualı: nə qədər mental savaş versəm də keçmişdən tamamilə qurtula bilmirəm. Bu sual da yenə biraz ətraflı araşdırma istəyən bir sualdır. Keçmişdən tamamilə qurtulmaq deyəndə biz burada nəyi nəzərdə tuturuq? Bəzən bəzi fərdlər üçün keçmişdən qurtulmaq, keçmiş barədə ümumiyyətlə fikirləşməmək, o hadisələrin ağlımıza gəlməməsi ola bilir. Hansı ki, bu sağlam bir gözlənti deyil. Keçmişdə yaşadığımız hadisələr yaddaş itkisi yaşamadığımız müddətcə ağlımıza gəlməyə, xatırlanmağa davam edə bilərlər. Sadəcə buradakı əsas məsələ keçmişdəki hadisələr xatırlananda artıq onların keçmişdəki qədər bizim üzərimizdə emosional təsirinin, izinin olmamasıdır. Bunun üçün də biraz baxmaq lazımdır. Ümumiyyətlə keçmişdə yaşadığınız bu hadisə nədir? Onun sizdə açdığı yaralar nə qədər dərindir? Siz həmin hadisə ilə bağlı yaşadığınız emosiyaların yaşanmasına özünüzə nə qədər icazə vermisiniz? Hansı formada icazə vermisiniz? O yara ilə necə mübarizə aparmısınız? Bu sağlam bir mübarizə üsulu muydu? Bütün bunları biraz araşdırmaq lazımdır. Yenə də bunlar üçün də fərdi terapiyaya yazıla bilərsiniz. Biz həm keçmişdəki hadisəni, ona verdiyiniz mənaları, onun sizin üzərinizdə qoyduğu izləri, təsirləri aydınlaşdırarıq, həm də bu hadisələrin sizin üzərinizdəki emosional təsirlərini neytrallaşdırmaq üzərinə birlikdə çalışa bilərik. Məndən isə bugünlük bu qədər. Bilmirəm, bu seriyanı bəyəndinizsə rəylərdə mənə bunu yazaraq dəstəyinizi ifadə edə bilərsiniz. İkinci hissəsi gəlsinmi belə bir sual-cavab videosunun? Bunu da mənə rəylərdə bildirə bilərsiniz. Elə sizə maraqlı suallar olarsa, o suallarınızı da rəylərdə bölüşə bilərsiniz. Bugünlük isə məndən bu qədər. Özünüzə çox yaxşı baxın, sevgi ilə qalın.